Alo, axşamınız xeyir. Axşam xeyir. Xəyaldır danışan. Xəyal bəy. Sizi Mikail Torpaqsoy narahat eləyir. Hə. Sizin nömrənizi kim verib? Kim dedi siz nəsə bacarırsınız? Nəsə? Bəli, heyvan səsləri çıxartmağı, qız səsi çıxartmağı. Nə səsləri çıxartmağı? Heyvan səsləri, cürbəcür. Cürbəcür nəsə? Heyvan səsləri çıxartmağı. Aha. Deyim. Buyurun, mən sizi dinləyirəm. İnək səsi. Aha, bir deyə çıxart baxın da. İndi bu dəqiqə. Hə, çünki vacibdir bizə, seçim çoxdur. Yaz. Bu nə səs idi? İnək. Hə, inək. Hə, sonra? Ördək səsi bu. Toyuq səsi. Aha, toyuq, sonra? Arı. Aha. Arı, gözəl, sonra? Hinduşka, buyur. Bu daha yaxşıdır. Necə bir dedik? Aha, yaxşıdır, əla. Sonra? Keçi. Aha, əla. Sonra? Siz çox üzr istəyirəm, siz balıq səsi çıxarda bilirsinizmi? Balıq səsi yox, balıq səsi, bir də qurbağa. Yox, bizdə yəni proqramda hinduşka səsi var, keçi səsi var, bir də balıq səsi. Çıxarda bilmirəm. Bəs qız səsi necə? Qız səsi çıxarda bilirsiniz? Qız səsi çıxarda bilmirəm. İndi elə bir ki, belə bir şey eləyək də, mən sizə zəng eləmişəm oğlana. Ya da siz mənə zəng eləmişsiniz, məni elə bir pişirirsiniz. Buyurun. Bəli. Salam. Sizlə telefonum var. Yox, nə olub ki? Niyə? Kimdir ki danışan? Kim? Adın nədir xanım? Əla. Yox, qaydın öz səsimizə, sonra göz olar. Qaydın. Əla, çox gözəl. Bir də sizdə qurbağa səsi var idi, yoxsa yadından... Hə, buyur, bir dənə yadıma sal. Əla, bu yaxşıdır. Deməli, onda sizdə olur, qurbağa səsi bir dənə çıxar. Qurbağa səsi gəlin çıxardım. Hə, çıxar ki, bunu biz qeyd edək. Sonra o səslərdən hansı idi bəyəndiyim sizə dedim. Hinduşka. Hinduşka səsi, hinduşkanı çıxar. Aha, əla. Bir də soska səsi. Nə səsi idi orada? Bir dənə də səs var. İlan səsi də çıxar. Yox, yalan səsi çıxardım. Yox, nə idi? Hə, keçi səsi. Aha. Hə, əla. Oldu, saat 3-də birinciyi gözləyirəm. İqbal müəllimin yanında deyəsən qurbağa səsi çıxartmağa. Oldu, təşəkkür edirəm, sağ olun.